Paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilib. Bakı şəhər Dövlət Yol Polis İdarəsi və Yerüstü Nəqliyyat Agentliyinin verdiyi məlumata görə bu dəyişiklik Yusif Səfərov küçəsindən gələn sürücülərə təsir göstərəcək. Belə ki, Üzeyir Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqdan sonra artıq yolun mərkəzi hissəsini keçə bilməyəcəklər. Sözü gedən ərazidə məcburi hərəkət istiqaməti nişanı artıq yerləşdirilib. Bu isə o deməkdir ki, nəqliyyat vasitələri hərəkətini düz davam etdirərək yalnız sağa, Nizami küçəsinə doğru istiqamətlənəcəklər. Bundan başqa, həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər üçün də yeni bir qayda qüvvəyə minib. Onlar birbaşa Üzeyir Hacıbəyli küçəsinin mərkəzi yoluna daxil ola biləcəklər. Dəyişikliyin məqsədi burada yaranan sıxlığın qarşısını almaqdır. Buna riayət etməyən sürücülərə 40 manat dəyərində cərimə tərtib olunacaq. Odur ki, sürücülərdən bu yenilikləri nəzərə almaları və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.